Salam, dəyərli tələbələr, hər birinizə xoş gördük. Mən İstimel Tədris Mərkəzinin informatika müəllimi Elmin. Bu gün sizlərlə biz 11 may 2025-ci ildə keçirilən magistratura 2-ci cəhd informatika suallarına baxacağıq. Vaxt itirmədən baxın. 20-ci biz bu arada D variantının suallarına baxacağıq. 21-ci sualda deyib bizə ki, forma ilə işləmək rejimi hansıdır? Forma ilə işləmək üçün bizə lazım olacaq. Bu arada print preview formunu işləmək deyildi. Çapdan öncə baxış idi, ön baxışa görə idi. 4-ə çıxırıq. Yanlış mətnlər çıxsaq cavabımızı tapacağıq. Reports hesabatlar rejimi idi. 3-4 bizim yanlış bəndlərimizdir. 3-ü 4-ü çıxsaq doğru bəndimizin 2-5-6 olduğunu tapa bilərik. Cəbət. Elektron cədvəldə B sütunun eni həmin sütunda yerləşən ən uzun mətn eni ilə necə bərabərləşdirmək olur? Baxın, mən açıram elektron cədvəlimizi. Bu bizim olsun B sütunumuz. B sütununda misal yazıram buradan olsun magistral bu yazsın, düzdür. Bizim bu mətn xanaya yerləşir. B ilə C sütunun arasında gələndə yuxarıya iki dəfə tez-tez sol düyməyə klikləyəndə mətn tam sütun boyda yerləşmiş olacaq. Burada olacaq hissanın sol düyməsini B sütunun başlığı üzərində iki qat yox. Hissanın sol düyməsini B və C sütununun başlığı üzərində iki dəfə ekləmək. Burada da evəndə olacaq. Hansı halda fayl PPS SX genişlənmiş həddə saxlanılır? Hansı halda? Nümayiş rejimində olanı biz bilirik ki, PowerPoint Show nümayiş rejimidir. Təqdimatın qrafik redaktörlüyünə bu olmaz. Təqdimat slaydları şablon şəklində xeyr, bu da səhvdir. Təqdimatda slaydların validinə strukturunu dəyişdirmək lazım gəldikdə, lazım gəldi biz PPTX-dən istifadə etməliydik. Təqdimat slaydların strukturunu rejimdə təsəvvür üçün xeyr, D səhvdir. Təqdimatın slaydlarına bilavasitə nümayiş rejimində olduqda olacaqdır. Doğru bənd yerinədir. Slayd lent qrupu, slide list qrupu, lent qrupu hansı lent tabında yerləşir? Açıram Word proqramını. Bu Home tabında yerləşir. Yəni göstərmişsiniz. Home tabını açıb buradan Slides qrupuna baxsaq, bunun Home tabında yerləşdiyini görə bilərsiniz. MS Office proqram paketində hazırlanmış sənəd fayllarının kontekst mövzusunda hansılara aiddir? Biz sənədin kontekst mövzusunda nə demişdik olur? Baxın, bunu bağlayıram buradan. Açıram bizim elə Word sənədimiz. Üzərində sağ düymə vursam, kontekst menüdə var send to göndərmək var. Create shortcut var, rename adını dəyişmək var. Cut, copy bunlar da var təbii ki. Bizə uyğun olan variantlar 1-dir. Bizə uyğun olan variant 2-dir. Send to göndərmək. Bir də rename adını dəyişmək. 1, 2, 6. Bəli, doğru əldir. Növbəti suala baxsaq buradan. Deyir bizə ki, 26-cı sualda. Kurs 3 olsun. Şərtə baxsaq buradan belə. Deyir kurs 3 olsun. Bir də ikinci növbə hazırlığı olanları müəyyən edib bizə. Bir dəfə baxalım, müəyyən edib bizə. Baxırıq, kurs 3 olan, hazırlığı 2 olan budur. Kurs 3 olan, hazırlığı 2 olan budur. Kurs 3 olan, hazırlığı 2 olan budur. Yəni 112, 112, 115 və 118. 112, 115 və 118. İxtisaslar da informatika istəyir məndən. Sıra olaraq baxaq. İnformatika istəyir bizdə. Cavabımız olacaq 3. Yəni 7. Birdən 5-ədək tam ədədlərin daxil olmaqla çap edən alqoritm bu qısa. Baxaq, A bəndinə baxsaq, 1 5-dən kiçikdir. Gəlirəm həyə. Artıq aya bir qiyməti verib. 1 üstə 1 gəlsəm 2 olur. A-nın çap qiyməti 2 ilə başlayır. Bu səhvdir. Çapda 1 də olmalıdır. Sonra bu 1-dir. A 1-dən çap olacaqsa, 1 üstə 1 olacaq 2. 2 5-dən kiçikdir, hə. Qalxırsan bura. İndi sən 2, bunu A1 idi. 1 5-dən 1 üstə 1 olur 2. 2 5-dən kiçikdir, hə. Qalxırsan bura. 2-ni çap edirsən. Sonra 3 5-dən kiçikdir, 3 çap edirsən. Yenə bir dəfə gəlirsən üstünə 4 5-dən kiçikdir, 4 çap edirsən. Sonra 5 5-dən 4 üstə 1 5 olur təbii ki. 5-i çap edirsən. 5 5-dən kiçikdir. Yox, qalxırsan bura. Bu 6 ilə çap olmuş olacaq. Bu da səhvdir. Növbəti suala baxsaq, A 1-dir. A bərabərdir A plus 1. Bu artıq sən ona 2 ilə çap edəcəksən. A 1 var axı. 1 üstə 1 gəndə 2 olur. 1-i çap edəmirsən, 2-ni çap edirsən burada. C bəndi səhvdir. Baxaq Y bəndinə. A 1-dir. 1-i çap edirsən. 1 üstə 1 olur 2. 2 5-dən böyükdür. Yox. 2-ni çap edirsən. 2 üstə 1 gəlsən olur 3.
3 5-dən böyükdür, yox. 3 sap yersən, 3 üstə 1 yersən 4 olur. 4 5-dən böyükdür, yox. 4-ü sap yersən, gəlirsən burada. 4 üstə 1 5 eləyir. 5 5-dən böyükdür, yox. Sən 5-də sap vermiş olursun. Artıq bu da belə. Sonra 5 üstə 1 yersən 6 olur. 6 5-dən böyükdür, hə çıxırsın. Burada səndən çap olanları soruşursa, bu olacaq elə bizim doğru bəndimiz, Y bəndi. Növbəti suala baxsaq, 28-ci sual. Bizim mətnimiz qalın yazılıyor. Bir də altından xətt çəkilir. Qalın yazılma boldda olurdu, bir də underline olurdu. Baxaq, bir dənə zəhmət olmasa falan. Mən buraya yazıram informatika. Info yazıram. İnformatika yazdım. Seçdim mətni bəyətdiyim bir tık böyük olsun, rahat görək. Qalınlaşdırdım və altdan xətt çəkdim. Bunun məndən soruşduğu budur. Bu da olur qalınlaşdırılmış və altından xətt çəkilmiş. A bəndi, doğru bənd. Xarici daş qurumlarına aiddir soruşur məndən. Xarici daş qurumlarına aid olanı bizdən soruşduğuna görə biz baxırıq Kumos. Kumos daxili yaddaşdır, xarici yaddaş deyil. Bir səhvdir. Birləri çıxır. Streamer kaseti olar, ikinci nəslinin yaddaşı olsaydı. Sərt disk, hard disk olar, 2-3 bunlarda var. Kompakt disk olar. Keş yaddaş olmaz, 5-i çıxırıq. Daimi yaddaş, əməli yaddaş, müvəqqəti yaddaşdır, çıxırıq. 8 də çıxıram, bunların içərisindən 8 çıxdım. Bizdə qaldı bu da 5-i də çıxıram. 5-i də çıxdım. Qalıb 2, 3, 6, 7, 2, 3, 4, 7. Baxaq bir dənə buna. Flash kart olar, düzdür. Alternate ami yaddaş olsa, ROM daimi yaddaş, ROM çıxırıq, olmaz. Burada olacaq demək 2, 3, 4, 7. Arxiv fayllar. Win, WinZap, WinZip, WinRAR, WinZip bunlar olurdu. Arş, bunlar hamısı olurdu. Arxiv fayllar. Qalan digərləri heç bir arxiv fayl sayılmır. Com arxiv fayl deyildi. RTF WordPad idi. Burada bizim video fayllarımız var, səs fayllarımız var. BAT da arxiv fayl deyildi. Driver proqramlardır. Şəbəkəyə olan kompüter arası məlumatlarını təmin edir, xeyr olmaz. Tətbiq proqram yönetməsinin prosesini idarə edən proqram. Kompüter qoşulmuş qurulanan işləmə idarə edən proqramdır. Bəli. C bəndə doğru bənd. 31. Excel 2009 proqramında hansı proqramlar qrupuna aiddir bizə deyir. Excel proqramı tətbiqi proqramlara aiddir. Doğru olmayan fikirlər istəyir bizdən, doğru olmayan istəyir. Ctrl-A doğrudur. Bütün səhvlər seçildi. Ctrl-N düyməsi konkursoru mövqeyə cari sətrin sonuna. Ctrl-E düyməsi səhifənin sonuna idi, sətrin sonu deyildi. B bəndi yanlışdır. Bizdə də yanlış istəyir. Digərinə baxmıram, girməsin. Mövcud sənədi açmaq üçün fayl tabının open-dən istifadə edə bilərsən. Onlar təbii ki, olar. Ctrl F4 pəncərəni bağlamaq üçün bu da olur. Qabarət ölçülərinə görə ehmlərin aid olmaları seçilir. Qabarət ölçülərinə görə bizdə olurdu super kompüterlər, böyük kompüterlər, mini kompüterlər, mikro kompüterlər. Bunlar idi. Bizdən də buradan olmayanları istəyir. 3 nə? Daha doğrusu 4, 5 bunlar aid idi. Mainframe'lər falan bunlar aid idi. Mini kompüterlər aid idi. Mən 4-ü çıxıram variantlardan, 5-i çıxıram variantlardan. Qalacaq bizdə 1, 3 və 6. İşçi stansiyalar yox idi. Klient kompüterlər yox idi. Bir də terminallar yox idi. Növbəti sual. Bütün işçi stansiyaları vahid mərkəzə birləşdirilən ulduzluq bölgəsində olurdu. Doğru olmayan mülahizələr müəyyən edilməlidir. Doğru olmayan mülahizələr. Baxaq bir dənə buna. Əməli yaddaş. Əməli yaddaş verilənləri müvəqqəti saxlayır. Bəli, RAM müvəqqəti saxlayır. Doğru olmayan istəyir. Biri doğrudur. Biri çıxır. Ondan sonra qrafik planşet daxil etmək olsun. 2 də doğrudur. 2 də doğrudur. 2-ni də çıxsam cavab elə çıxır. Üstəlik. Keş yaddaş böyük tutumlu aşağı sürətli yaddaşdır. Peş yaddaşın sürəti var idi. Aşağı sürət deyil. Normal sürət idi. Scanner xaric etmə qurulusudur. Scanner daxil etmə qurulusudur. Bir də Kumos yaddaş enerjiden asılı olan yaddaşın xeyrası deyil. Bizdən doğru olmayanlar istəyir deyənə 3, 4, 5. Növbəti suala baxırıq biz. 37-ci suala baxacaq indi. 37-ci sualda bizdən nə tələb olunur? Doğru müqayisələr müəyyən edildi. Daha doğrusu, riyazi hesablamalar arasında avtomatik generasiya olunan təsvirlərin yaradılması başa düşülür. Onların əsas xassəsi özündə oxşarlıqdır. Yəni, müəyyən olmuş xüsusi bir hissəsi bütün təsvir haqqında ümumi təsvirlər yaratmağa imkan verir. Burada
Riyaziyyat qurumları əsasında avtomatik generasiya olunan təsvirlər yaradılması başlayır. Dövrü qrafika deyilən bir şey yoxdur. Bizdə burada var raster, vektor, fraktal, bir də üç ölçülü qrafika. Riyaziyyat qurumları deyiləndə biz daha çox qrafikamızda piksellərdən ibarət idi, vektor qrafikamız xətlərdən ibarət idi, fraktal qrafika olacaq burada. Generasiya deyirsə, fraktal qrafika olacaq burada, evet. Doğru mühasibəni müəyyən edir bizə. Word 1930 obyektinin səhifələrinin mövqeyini dizayn tabında müəyyən etmək olur. Doğru mülahizələri müəyyən edir bizə. Yanlışlar çıxmalı burada. Seçilmiş obyektin səhifəyə mövqeyini dizayn. Bu layout deyil, dizayn edildi. Bir səhvdir. Doğru mülahizə edirsə bir səhvdir, biri çıxır. Biri çıxır. Baxırıq buradan. Quick Access toolbarda ayətlər payında fayl tabında əlavə etmək olar. 3 olar. 2 səhənin müqayisəsi view'da deyildir, review'da idi. 2 səhvdir. 2 də səhvdir. 3 olar. Fayl tabında sən düzləşdirəndə mühafizə etmək olar. Düzəlişləri mühafizə etmək bəli. 3-4 olar. Sənədə qrafik zərbələr düz tutulan şəhərlərin axtarış tabundan 5-in peyin parametrlərini seçməliyəm. 3-4-5 olacaq haberdir biz. Baxaq bir yerdə. Baxın, Quick Access buradadır. Sən bu əmrləri buradan alıb veyə bilərsən. Baş qalda fayldan daha sonra gəlsən, Options'dan. Bu Quick Access-i cəhət müraciət panelinə buradan da nəsə əlavə edə bilərsən, fərq etməz. Misal, mən seçirəm buradan kopyanı, AdWords əlavə edirəm. OK, vursan, bura düşəcək. Baxın, bir də fayldan sənələr və infodan mühafizə edə bilirsən. Budur, problemi yoxdur. Bizim doğru bəndimiz olur. Burada 3, 4, 5. Cari slaydın obyektinə verilmiş almaz effektinin arzulığını dəyişmək hansını tanımlayır. Baxın, mən PowerPoint açıram. PowerPoint açdım. Bizdə gerək burada təqdimat olsa çox yaxşı olar. Açdım. Burada bir obyektə animasiya vermək istəyirəm. Məsələn, nəsə iş verməliyəm buradan olsun bu. Bunu mən animation tabından hər hansı bir animasiyanı vermişəm deyək. Baxın, belə bir animasiya vermişəm bunu. Bunun ardıcılığını dəyişmək üçün hansından sonra gəlsin, necə olsun falan. Bunları animation bölməsindən, bax buradan, onun timingindən eləyə bilirsiniz. Timingindən. Burada var məsələn, var bir şey var. Bir-birinin ardıcı gəlsin, kliklə gəlsin və yaxud da ki, bir-birlərini gözləsə gəlsinlər. Bu olur timing qrupu. Timing qrupu da bizim burada animation timingimiz harada yerləşir? Transition keçidlərini çıxırıq, dizaynı çıxırıq. Animation timing event. Növbəti sual 40-cı sualdır bizdə. Burada bizdə tələb olunan bunların ardıcılığını düzəltməkdir. Əvvəl baxaq 192 necə ala bilərik. 1, 2, 4, 8, 16, 32, 64, 128. 128-in üstünə 64 gəlsək, saniyə lazım. Bir tık istedim ona baxaq. Demək, 128 plus 64, elədi 192. Bunu onda sıfır yazın. Sıfır yazın onda. 2-yə 0 münasibətdir. 2-yə D-nin olduğu bəndlər qalır. Qalan bəndlər çıxır. Qalan bəndlər çıxır. Ondan sonra baxırıq buradan bunu tapdıq. Bu 1 olacaqsa əgər, bir dənə x-i, yəni 3-ü qoyum hələ baxaq. X-i, yəni 3-ü qoyum. Burada 3 burada olsa bu olur 35. 35. Burada 3'ü qoysam 0 bir yazsam 2 vur 6 üstü 1 eğer 32 üstü 3 35 edir. Deməli onda 3'ə bu gelir. Deməli oldu bizdə 3'ə B. Demək 2'yə D, 2'yə D, 2'yə D. 3'ə B'nin olduğu bənd var mı bizdə? 2'yə D, 3'ə B'nin olduğu bənd. 2'yə D, 3'ə B'nin olduğu bənd. Elə budur deyirsən. Burada da var bir də dəqiqlik olsun deyənə. Birə C-yə də baxalım bir saniyə. Birə C-yə də baxaq. Qoy düz olsun. Birə C olsa, birə C daha doğrusu. Birə A olsa, baxaq. 4'ü qoysam bunun yerində. 1 vur 256. Burada o 4 olsa 284'e geç. 284'e geç. İndi 280. Ben burada 4'ü koyayım. Hani bir daha yoklayayım. 1 vur 10. 256'nın üstüne gelsem 64'ü. Demek ki bir saniye. 256 plus 64. Plus 9.
Eləyir 329 eləyir. Bu da 284. Deməli 4 olamaz oldu. Deməli burada 3-ə, daha doğrusu 1-ə A olmaz. 1-ə A bəndi səhvdir. Onu bizdə qarşı C bəndi. Burada. Yoxlayaq bir saniyədə. C-də nədir bizdə 1-dir. Burada 1 olsa, 256 üstə gəlsin 16. Baxın bir saniyə bu. 256 plus 16 plus 9 alınır 281. Bu biri eyni qaydayla bura verirsən düz çıxırsan. Burada olacaq 40-da olacaq cəbət. Cədvəl fraqmentindən əsasən A4 xanasının qiyməti müəyyən et. İlk şərt bizə verilib. Şərtdə budur. C3 xanasında olan bu 4. Böyütdümü? Sam A2 B3-dən. A2-miz 1-dir. B3-ümüz də 2-dir. 1 2-dən eləyib 3. İndi 4 3-dən böyükdürmü? Və ya bərabərdirmi? Bəli, böyükdür. Böyük olduğuna görə protaktə baxırıq. Protaktda A2 vurulsun, A1 vurulsun B2. A1-in 5-dir, B2-in də 6-dır. Bir bina vuranda 30. Cavab oldu bizdə 30. Hansı fayl genişləmələrini istifadə etmək olar? Biz bilirdik ki, faylın adında ə, Pırını, AUX, nulllardan istifadə olma bilməzdi. COM 0-dan COM 9-a qədər, LPT 0-dan LPT 9-a qədər olmazdı. Amma genişlənmə kimi olardı. Deməli, burada Pırını genişlənməsi olar. Atlısı olmaz. Zol atlısı olmaz. Null atlısı olmaz. Bu olar. Null genişlənmə kimi olar. Pırını genişlənmə kimi olar. Doktor olar. Olacaq bizdə burada bir saniye özür istəyirəm. Burada nullda var. Bunu çıxıraq. 7, çıxıraq. 7, 8. Burada bunu çıxıraq. Qalır bizdə burada 2, 5, 6 və 8. Və 8. 2, 5, 6, 8. Keçirik buradan bu birisinə. Maksimumlar bizdə istəyir. Maksimumlarda hər bir aktet, yəni hissə 6 aktivdən ibarət olmalıydı. Hər bir aktivdə 8 bit idi və 16 sayısı ilə qollaşdırılmalıydı. Baxırıq buradan 1, 2, 3, 4, 5, 6 düzdür. Bunda problem yoxdur. 1, 2, 3. Burada H-ə görə problem var. Götürürük. Burada 1, 2, 3, 4, 5-dir. 5-ə görə götürürük. 1, 2, 3, 4, 5, 6. Bu düzdür. Problemi yoxdur. 1, 4. 1, 4 yazıram bura. Burada baxsaq 1, 2, burada 3 dənə hissə var. Olmaz. 1, 2, 3, 4, 5. Bu da səhvdir. 1, 4 doğrudur. Python da deyirsə bizə, bunu artıq belə eləməliyik. Bunu mən vaxt getməsin deyə nə? 24 rəngçaların biz götürməliyik özündən böyük 32 ilə, 5 bitlə. Bunları vurmalıyıq 800-ə. Bunu da vurmalıyıq 400-ə. 400-ə. Bax belə bir şey. Ondan sonra aldığımız cavabı tam yarıya ayırmalıyıq. Yarıya ayırandan sonra 16.000 bit ötürmə sürətinə bölməliyik. Bir də qalan hissəndə 24.000 bit ötürmə sürətinə bölməliyik və cavabımızı tapmalıyıq. Toplamalıyıq, axırda saniyələr toplamalıyıq. Təxminən belə bir şey idi. Mən burada 5-i vururam 800-lə, vururam bunu 400-ə, bölürəm 2, bölürəm 2. Bunun tam yarısını tapıram. Yarısı nədir bu qədər? Çünki yarısı deyir ki, bu sürətlə ötürülür, yarısı o sürətlə ötürülür. Və bu sürətlə ötürülür. İndi mən bu 800 mini bölürəm 160, 160. Böyle koyayım bir tane burada. Burada olur 50, 50. Böyle. Orta sürətlə götürsək, növbətisində də bunu da buradan 160 minə yox, təxminən 24 dənə bölsək, cavabı çıxardacaq 30 tam nə qədər? Yəni 30 tamla götürməkdə tam bizə gəlir bəlkə. Bu 50 ilə 30-u toplasaq, biz almalıyıq hardasa 80. Bu da 80. 80 saniyəsi olacaq. Uyğunluğu müəyyən edilir. Sosial şəbəkələr, brauzerlər axtarış sistemləri. Bing axtarış sistemidir. Snapchat şəbəkə idi. A. Browser Safari B. Bir də Y browser idi. Çünki bu heç nəyə uyğun gəlmir səhvlənmirsə. Bir dənə baxın. Bu mesajlara falan yazmaq üçün, chatlaşmaq üçün bir bölmədir. Bu da C uyğun gəlir. Yəni bir də C uyğun gəlir.
Belə deyəli yoldaşlar, hər birinizə uğurlar diləyirəm. İnşallah ki, hər şey ürəyinizə olur. Sağ olun, özünüzə bakın.